Salam, hər vaxtınız xeyir olsun hər birinizi. Bəh, Necəsiz? İnşallah ki, yaxşı olarsınız. Mən də bugün istədim elə videonu paylaşım. Çünki tez-tez paylaşa bilmirəm. Tez paylaşmaq olmur videonu. Çünki onu montaj eləməkdir, bir-biri yığmaqdır, çəkməkdir. Yəni bunlar hamısı vaxt aparan işlərdir. Bildiyiniz kimi də mən də vaxt cəhətdən bol deyiləm. Çünki işlərin hamısı öz üzərimdədir ona görə. Uşaqlar axşama iftara belə pizza istədilər. Tez düşdüm marketdən, aldım biraz sasika, kalpasa, toyuq əti, nə bilim, zeytun, göbələk, yəni biraz bol olsun istədilər üzəri. Ona görə belə istədim bunları düzəldən zaman sizinlə çəkim paylaşım. Əlbəttə ki, göz haqqınızı halal edərsiniz. İndi harada səhvlərim var bilmirəm, amma xəmiri çox gözəl, yumuşaq, dadlı alındı. Gələcək sizə. Çünki burada mən iftar süfrəsinə mama gilə getmişdim. Mama dadlı yeməklər bişirmişdi. Səbzi plov etmişdi. Quzu ətindən aş, bir də toyuq qızartması və dolma. Qısaca olaraq istədim bunları da sizinlə paylaşım. Bu ara mən artıq bu ikinci pizzamızdır. Yəni bunun bişmə qaydasını sizinlə çəkə bilmədim, amma belə bişəndən sonra çəkdim. O birisini çəkə bilməmişdim. Xəmiri çox nazik, dadlı, yəni əsl restoranda yediyimiz kimi pizza alınmışdı. Artıq burada kotletlər buzluqdan çıxartdım. Yəni buzu əriməmiş. Mən bunları qablara belə yığıram ehtiyat üçün. Çatdırmayanda tez bişirmək üçün çox əlimdən tutur, yəni sərf edir. Bilirəm, bütün xanımlar belə edirlər. Qızlarım mənim 8 martımı təbrik ediblər. Mənim ən sevdiyim çiçəyi alıblar və mənə belə çay içmək üçün stəkan alıblar. Onları çox sevirəm. Həqiqətən də Allah onları və bütün balaları xoşbəxt eləsin. Bugünkü vloqumuz bu qədər. Gələn vloqlarda inşallah görüşərik.